Ulu Tanrı inadı ilə Cəhalət mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 292-ci bölümünə başlayıram. Allaha şükür olsun ki, bugün bizə minnət qoyaraq ömür verdi, bu günə ayıldıq və bu səadəti verdi ki, türklərin yaratdığı dil uyğarlığından və yazı uyğarlıq ya təməddünündən bir daha başqa kitablarla, əlyazı kitablarla ki, neçə yüz il bundan öncə yazılmışlar, tanış olaq. Dünənləri 3 kitabla, yəni 291-ci proqramda 3 kitabla tanış olduq, əlyazma kitablarla. Birinci kitab Sədr Əzəm Köprülü Əhməd Paşa əmri ilə yazılıbdır, ona ithaf olubdur və yazılma tarixi 1083 illərinə gəlir. Özü kitabda bu tarixi qoyubdur. Yəni neçə il olur? 364 il öncə bu kitab yazılmışdı. İkinci kitab ki oxuduq, adı Şərhi Xutbətül Bəyan ki, türkcədir yenə də və əl yazıdır, məncə midatla yazılıbdır və 124 səhifədə yazılıb. Bu kitab tarixi yoxdur, amma midatla yazıldığı üçün mənim nəzərimə, mən xətşünas deyiləm, türkünü də yaxşı bilmirəm, amma bununla belə nəzərimə gəlir ki, bu kitab 250 ta 300 il öncədə yazılmış ola bilər. Ondan daha dərin tarixə getməz, yəni. Üçüncü kitab ki, oxuduq, bir az ondan. Şeydə yazmışlar, qəsidi, muizə, nə bilim, belə bir şeylər. Amma əsli adı nədir? Divan-ı Nəhifi. Onu biz oxuduq, çox qismətlərində oxuduq. Nəhifi Əhməd Əfəndi adı ilə tanınmış bir irfan və şeyxiyyə ya təsəvvüf şairidir. 1060 ilə 1120-ci illər arasında qəməri, hicri qəməri illər arasında yaşamış bir şəxsiyyətdir. Yəni bu kitabı bu yüz biraz daha dərin, biraz daha buyuzduq. Ortalama tutsaq 347 il öncə yazmış kitablarla dün tanış olduq. Bu günləri görək ki, şansımıza hansı əski əlyazma kitablar gəlir ki, onunla eləyə bilək düşmənlərin yaratdığı düşüncə zindanından, düşüncə mühəndisliğindən qurtarıb və türk dünyasının, ha belə müsəlman türk dünyasının yaratdığı uyğarlıqlara dalaraq özümüzə, milli güvənliyimizə, millətliyimizə, milli yaradıcılığımıza, milli ağlığımıza, milli düşüncəmizə, milli anlayışımıza, milli dövlətçiliyimizə, milli gücümüzə, milli birliyimizə iman gətirək və birləşək. Bu ümidlə gedirəm bugünkü kitabları açam. Hər kitab ki oxuruq, məndə dərin iz buraxır. Nə çox dünən faillər indirmişik. Gedək görək ki, hansı kitabı oxuyacaqdıq. Dünən Şərhi Xutbətül Bəyanı oxuduq. Bu şeir kitabın dedik adı nədir? Onun adını dəyişdirək burada. Dedik ki, bunun adı Divan-ı Nəhifi divanı. Əgər səhv eləmirsəm, bəli. Nəhifi divanı. Tamam, bunu da adını yazdıq. Gedək bugün tibbidən görək bir kitab. Tibb haqqında dədələrimiz bu kitabı nə zaman yazıblar? Neçə gün bundan qabaq bir kitabı tikrarən açdıq, tibbi və cərrahlıq haqqında. Ki, mərisçiliklara cərrahlıq edirlər. Bunu ikinci dəfə idi açırdıq. 100-dən çox onun içində miniatür var idi, nəqqaşlıq var idi, şeyi göstərirdi. Hər halda bugünkü kitaba baxırıq, tibb kitabı. PDF-də yazıblar tibb
və adın yəni tipbi qoyublar və yazıblar PDF göstərici 170 səhifədir. Amma biz elə birinci səhifədə görürük ki, PDF-in hər bir səhifəsində kitabın 2 səhifəsinin əksini qoyublar. Kitabın möhrü ki vurulubdur birinci səhifədə cildin qarşısında. O göstərir ki, İstanbul Universitetində bu kitab saxlanır. Kitab sarayı deyə bir bölümdür. Bu da göstərir ki, zahirən bu kitabın cildi də qopubdur. Zahirən təsbih göstərir. Su getmək bəllidir. Kitaba çox su gedibdir. O qədər gedib ki, o üzdə, o birisi səhifədə yazılan, bu üzdə yazılan səhifə bu üzdə görsənir. Bu da bunun oxumasını zor elər. Yəni beləsi bir şey. Nəzərə gəlir ki, burada da görürük ki, səhifə cırılıbdır, kitablar cırılıblar. Diqqət eləsəz, səhifə su əsasında cırılıbdır. Arxada o cildin rəngi görsənir. Bu da bunu deməkdir ki, kitab bu şey olanda su keçəndə ehtimalən yapışıb cildə ya nə olubdur, hər halda bu cırılıb gedibdir. Ortada da görürük ki, o cırılmaq məsələsi ortada da var. Görürük ki, Bismillahirrahmanirrahim ilə başlayıbdır. Müntəha Bismillahirrahmanirrahimin həm qabağında, həm sonrasında bir qırmızı xətt ilə bir şeylər yazmışmış. İlahi Rəbbim. Yazmışmış ki, qırmızı rəng orada suyun içində itibdir, çox görsənmir, yəni aradan gedibdir, çürüyübdir kitabın əslində bir çoxu. Gözəl bir xətt ilə yazıb. Niyə gözəl? Çünki mənim anlamım gözəllikdən budur ki, eləyə biləm onu oxuyan. O zaman ki, oxuya bildim, ondan fikir alveri eləyə bildim, duyğu alveri eləyə bildim, ondan danışa bildim, onu anlaya bildim, onda mən buna deyirəm ki, bu gözəldir, çünki bunu tanıram. Hər şey də bu cürdür. Yəni, gözəllik ibarətdir insanların qəzavətindən. Hər insan özünə görə qəzavət elər, hər şeyə. Bir adam, bir daş, bir ağac, bir gül, birinə gözəl görsənər, birinə gözəl görsənməz. Adamlar da o cürdür, uşaqlar da o cürdür, heyvanlar da o cürdür, dağ, daş, kəsrək, su, balıq, hər şey, heyvanlar, ilan, nə bilim, əqrəb, bunlar da bir iddiyə gözəl görsənər, bir iddiyə gözəl görsənməz. Çünki insanların qorxularına, istəklərinə, əlaqələrinə, baxışlarına, mənfəətlərinə, zərərlərinə bağlıdır gözəllik. Bismillah ilə başlayır və görürük ki, gözəl bir xətt ilə davam eləyibdir. Qələm, qələmdir, yəni cöhər ilə qələmdir, yazılıbdır. İkinci səhifədə görürük ki, babları yazıbdır, qırmızı rənginlə ayırıbdır. Üçüncü səhifədə, dördüncü səhifədə də davam eləyibdir. Amma su kitabın təqribən hər yerinə keçibdir. Sudan əlavə yağ da tökülüb bu kitaba. Nəzərə gələn indi ya yağdır, ya nəftidir, onu mən bilmirəm, amma yağlıdır görsənir. Məncə belə gəlir. Qədim nəft dedim, çünki qədim çıraq işığında kitabları yazırdılar, oxurdular. Ola bilər ki, əl dəysin, çıraqdır, açsın və şey eləsin, yəni tökülsün kitabın yazının üstünə. Səhifələrə bu cür davam edirik. Biraz nəzərimə gəldi, xətt deyişir. Nəzərimə burada biraz xəttlər adcacan deyişir, amma hər halda bu birinci əl yazıya da bənzir demək olar. Qıraqda da bir şey yazıb burada, amma kimdir, nə yazıbdır? O da səhifələri də burada görürük, özü səhifə qoyubdur. Əvvəl 14 demiş, məsələn, sonra 12 eləyibdir. Nədən isə bunu bir də qeydim mən əvvəldən görürüm ki, nəcür olubdur bu. Beləsi getmiş qabağa. Görək, bu birinci səhifəni burada vurubdur, 2. Burada tazaşdan qeydib 2 vurubdur. Yəni, əvvəlcən 1-2 vurmuşdu bu birinci səhifəyə, cildin yanındakı, onu hesablamayıb sonra qeydib deyibdir ki, tamam, bu olmaz. Elə buna 1, bu 2, 4, 6, 8, 2-2 qoyurmuş, amma sonra dəyişdiribdir, beləsi gedibdir. Kitab 170 səhifə olanda gələk bunu 2-yə çarpaq.
Onlar 340 səhifəlik bir kitabla qarşı-qarşıya gəlmişik. Mən bunun görürsüz burada hətta bu indi kitabın 48-ci səhifəsində yox, amma PDF-də 48-ci səhifəsində yox. Burada da elə 48-ci ya 47-ci səhifədə yox, amma görürsüz ki, su burada da gəlibdi və hətta ki rəhlər iki səfənin rəhləri bir-birinə qatışıbdı. Nə bu səfədə oxuna bilir, nə o səfədə oxuna bilir. Ehtimalən yapışıb hətta. Onlar ehtimalən bir şey də tökülübdü. Ayrı nə deyirlər, bir ayrı bir şey. Yemaqdan falandan tökülüb, onlar yapışıbdı. Sonra qopardanda rəhlər bir-birinə qopub, yapışıblar, qalıblar. Heç bir tərəf oxuna bilmir. Şərab-ı ənar, səncəbini rumani, şərab-ı türünc. Bunlar da yenə göstərir ki, bu tibb haqqında, dava dərman haqqındadır. Elə üstdə də yazmışdı, amma bunu daha doğru bilmək üçün məcburuq ki, qayıdaq və kitabı əvvəldən oxuyaq. Kitabı mən bu şəkildə davam edirəm. Görək ki, burada da bir qıraqda böyük bir yazı yazıblar. Xətt də bu içəridəki xəttdən biraz fərqli görsənir. Az, çox da dərin fərqi yoxdur. Burada da yenə qıraqda bir şey yazılıbdır, amma o da yenə fərqlidir. Buradan görünür ki, bunun qırağında ehtimalən yazar özü ya bir başqası yazılar yazıbdır. Eyni halda görürük burada bir nömrələr də yazıblar. Ehtimalən cadu cəmbəl işi də burada, dua cadu cəmbəl işi də vardı. Qabaqçı kitablarda belə bir şey görmüşdük. Bəli, yenə burada haman cür görürük bunu. Əslində mən bundan açıqlayıram ki, əski zamanda davanın yanında bir ruhi məsələni də nəzərdə tuturdular. İnsanlara bir umud, bir güc, bir qeybi güc də insanlara yüklürdülər ki, məsələn, bunu yazıram, sən bunu qoyacaqsan, yanınca götürəcəksən, səni heç kəs vura bilməz, heç kəs yıxa bilməz, sən nə bilim, qəflətə düşməzsən, filan bəhman, o insan da elə onda bir özünə bir güvən elirdi, izafi güvən olurdu. Necə ki, dua da elə belə bir şeydir, yəni duanın bir ayrı işi yoxdur ki, dua da belə bir iş görür. Kitabın sonuna baxırıq, görürük ki, bu kitabın cildi çox gözəl bir cildi var, çox bu basma deyək, qızılla ya qızıl rəngi ilə basma, bunun üstünə işlər işləyiblər və kitabın ağzı çift kimi qatlanır cildin üstünə, onu da görürük. Bir dana dalıya gedəndə, bu da başlanğıc cildidir, onu da görürük və sonra bu Osmanlı dövründə olan nəqqaşini də görürük. Bu kitabdır. Mən əslində düzünü axtarsaz, yavaş-yavaş belə düşünürdüm ki, bu kitab dəftərdir. Amma bu cild və bu vəziyyət göstərdi ki, bu əslən kitabdır, əlyazma kitabdır. Dediyim kimi ehtimalən birinci yazıdır. Ola bilər ki, əlbəttə şey olsun. Bir-iki səfə dalıya gəlirəm, çünki burada bir yerdə mən tarix gördüm, istəyirəm o tarixi oxuyam. Kitab zahirən 133 PDF-də, yəni 326 PDF-də burada qutarıbdır. Buradan bu üzəki səhifələr, neçə səhifədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunlar səfələr, özəlliklə bu son yazılar başqa bir şeydir. Burada kitabın qurtaran yerində bir tarix yazıbdır. Bu tarixi əvvəl oxuyaq, çünki əlyazma kitablarda əvvəl tarixi axtarıq. Təmmətil kitab oni ən yədi Şeyx Mustafa İbni Xuteyn el-Qadiri. Pəs kim yazıb bu kitabı? Əvvəl hələ burada yazaq ad, tip yazaq. Sonra özümüz baxarıq, görürük nədir? Yazar ya da nüsxəti. Çünki təmmətil kitab ən yədi Şeyx Mustafa İbni Hüseyndir ya Xuteyndir, onu bilirəm. Xuteyn el-Qadiri.
Hüseyn də ola bilər. Xuteyn amma yazıb. Mən Xuteyn oxuram. Xuteyn Əl-Qadiri. Qadiri şeyinə bağlıdır. Amma bunun qalanı da var, amma mən oxuya bilmirəm. Yəni təəssüflə Əl-Qadiri bədəni oxra belə bir şeydir. Fi şəhri. Tarix də buradadır. Tarixi ehtimalən bu əsli dedim yazı ola. Ona görə ki özünün də deyib ki əniyyədir filan. Buradan dediğindən belə alıram ki bu bu günləri nə çox işlədirəm mən. Ç əslində türkcədə olmamalı bir hərfidir. Farscadan bizə gəlibdir. Amma işlənir. Fi şəhri Səfəril Müzəffər, Səfər ayında yevmi min yevmi əs-səbt, şənbə günü, yevmi əs-səbt, səneyi isna və səmani və əlif. Beləcə oxuram mən. Ehtimalən qələt oxuya bilərəm, amma isna və səmani və əlif. 1082. Əcəba, indi bir iş görək. Bu kitabı qeydib oxuyanda orada əlbəttə demişdi ki fi şəhri səfər yevmi səbt, şənbə günü, səneyi isna və səmani və əlif. Kitabın su geçdiyinə görə arxadakı səhifənin görürsünüz yazıları tamamilə çıxıb bu üzə. Onun üçün biraz oxumağın zor eləyir ki, əgər o olmasaydı bəlkə bunu daha rahat oxuyardıq. Amma əgər buna diqqət eləsək, bunu yəni bu tarixi əgər mən düz oxumuş olsam, sonra əlbəttə ChatGPT-dən kitabın adını öyrənəndən sonra ya yazarın adını burada yazıb da əlbəttə onu öyrənəndən sonra ChatGPT-dən sorursaq daha biraz da fərqli bir yəni tarixi yaxın olduğunu taparıq. Görürük ki, nədir? 1082 Hicri qəməri. Tamam. Elə gedək ChatGPT-yə deyək ki, Türk dilində, bu da Türk Osmanlıca yazsaq daha Osmanlı Türk Osmanlıca Türk dilində bir kitap tip haqqda yazılmış. Kitabın sonunda Şeyh Mustafa İbni Xatin Əl-Qadiri adlı bir kişinin adı görünür. Sen bu şahs ve kitap hakkında bilgin var mı? Lütfen tarihleri Hicri qəməri yaz. Tamam, görək ki mən burada zahirən birdən deyə Osmanlı amma götürüb deyib. Bunu danışdıraq. Deyək ki tip haqqında yazılmış kitabı sonunda Şeyx Mustafa İbni düz yazmamışıq, in yazmışıq. İbni Xatin Əl-Qadiri rıdı qalıbdır bunun. Adlı bir kişinin adı görünür. Sən bu şəxs və kitab haqqında bilgin varmı? Sənin yazaq. Tarixləri Hicri yaz.
Türkcəni ərəb türk əlifbası ilə yaz. Tamam, beləsi deyək, göndərək, görək ki, dəyişdirsin onu. Latincədə mən oxumağa zora düşürəm, ona görə mən illəti mövcudi imruz, mən illəti mövcudi imruz, mən nətaic mötəbər peyda nəkərdim ki, Mustafa ibn Xuteyni Əl-Qadiri ya Mustafa ibn Xuteyni Əl-Qadiri به عنوان یک نویسنده معروف در تاریخ طب در دوره عثمانی باشد و نه اثری مشخص از او در فهرست منابع معتبر طبی عثمانی یا فهرست نسخه های خطی پزشکی عثمانی دیده می شود. احتمال دارد یکی از حالات tamam. Adam bundan bir şey tapmadı. Ehtimalən bu Xoten olmaya, bəlkə daldan gəlir Hüseyn ola. Mən bunu Hüseyn eləyim, görək ki, çünki ehtimalən mən bu nöqtələri arxadan gələn görürəm. Ona görə o cür yazmışam. Onu deyək ki, beləsi eləyək. Gələk buradan deyək, bunu dəyişdir bizim üçün. Bu şəxsin Mustafa ibn Hüseyn yazaq bunu. Əvəzinki Xoten yazaq. Hüseyni Əl-Qadiri. Tamam, görək ki, bu Tazaşdan bizə nə deyir? Bu sual çox dəqiq və ehtiyat istəyən bir sualdır. Çün Osmanlı tibb yazarlarında, yazılarında sonda ad geçən şeyxlər və katiblər çox zaman müəllif deyil, nasix, mümli ya duaçi olur. Mən bunu da deyirəm ki, bu da olur, amma bu nədənlə açıqca bildirim. Şeyx Mustafa ibn Hüseyn Əl-Qadiri adı ilə məşhur və qəti bilinən mərkəzi bir tibb alimi ya məşhur kitab müəllifi tarix mənbələrdə açıqca səbtili deyildir. Əlbəttə, bu deyə də bilər, bunu iddia da eləyə bilər, çünki əlyazı kitablar heç yerdə feylən çox oxunmayıblar, bilinmir. Amma bizdə olan bilgiləri nizamlı bir şəkildə açayım. Şeyx Mustafa ibn Hüseyn Əl-Qadiri kim ola bilər? Osmanlı yazı sünnətində bu tərkib çox mütətavildir. Şeyx, təriqət əhli, dini, təsəvvüfi şəxsiyyət. Əl-Qadiri, qadiriyyə təriqinə mənsub olan şəxs. İbn Hüseyn, ata adı, şinaxt adı deyil. Bu görə bu şəxs möhtəməl olaraq qadiriyyə təriqətinə mənsub, tibb, dua, ruhani əlac, hikmət ilə əlaqədar kitabın nasixi, yəni köçürəni ya yazanı, ya vəqf edən dua yazan, ya müəllifə şagirdinə nisbət ilə sonda adı yazılan ola bilir. Osmanlıda çox kitablarda sonda bu cümlələr olur. Kətəbəhul əl-fəqir ilallah hərrərəhu şeyx, bu müəlliflik deyil. Çox zaman kitabət mənası daşıyır. Mənə də belə gəlir, amma bu kitabın baxdığımdan öncədən bir dana kitab beləsi oxumuşduq. Amma qızavət eləmirəm, çünki kitablar çox yerdə, məsələn, dava dərmandır da, bir-birinə bənzər. Tibb kitabı haqda nə bilirik? Tamam, bunları ötürək keçsin. Qeydaq kitabın əvvəlinə gələk və kitabın əvvəlindən başlayaq oxumağa. Bismillahirrahmanirrahim. Bunun arxasındakı yazılan qırmızı oxunmur. İbn Şərif rəhmətullahi əleyh deyə bir burada şey görürük. Burada əlbəttə ki, burada ithabdır, nədir? Burada belə bir şey görünür. İnayə. İbn Şərif. Burada adın yazıbdır, hər nə qırmızı ilə İbn Şərif oxunur. İbn Şərif desək bunu. Yəni, indi bunu çövirsək, desək ki, mənim nəzərimə İbn Şərif doğru gələcəkdir bu kitab. Bismillahirrahmanirrahim. Elhamdülillahi şafi'il isqamə ibadihi bi hikmetihi və salatu və salamu ala Muhammedin əl-vafi bi şifaəti ala ümmetihi bə'duh. Butuldu. Çox xülasə tibb olduğu üçün çox da ərəbi ilə geçmədi, elə gedir kitabın içinə. Bə'duh, yəni bu duadan sonra, Allaha şükürdən sonra, Həzrət Məhəmmədə iman gətirdiyimizdən sonra bu zəifi, nəif, əl-ərif bi ibni. Əl-ərif, yəni tərif olunmuş, tanınmış. Əl-ərif bi ibni Şərif. İbn Şərif adıdır. Tamam.
məşhurdur bu adam İbn Şərif ilə. Yəni yazar əslisi budur. Bu nüsxəçidir. Bəs bunu yazaq nüsxə. Nüsxəçi budur. Yazar İbn Şərif. Fikirlə bunu oxumuşuq. Qabaqcan İbn Şərifin bu kitaba baxmışıq İbn Şərifdən. İbn Şərif əfə ənhüməl məlikül lətif ünfivan şəbabidən. Dəqiqən bu cümlələr mənə tanışdır. Yəni bunu kitabı oxumuşuq. Ünfivan şəbabidən əvan şuyuxiyyətə ərincə elmi tibbə məşğul oldum və bəzi kütübi mütəqəddimin və mütəəxxirin ərəbi. Burada bir şey də yazıbdır. Oxunmur, cırınıbdır. Si ehtimalən farsi ola bilər. Mücərrəb ustadilərdən oxudum və mütaliə və təcrübə qıldım və elmi tibbi bəhrlərində qüvvətim və qudrətim ben yeddücincə cəvahirin istixrac edib səhayif oğraq dərcində dərc etdim. Hüseyn sərf və hərəc etmək üçün. Cəlibdir bu Hüseyn burada nəyə gəldi? Hüseyn sərf və hərəc etmək üçün burada bir şey gedibdir. Müminin və əmraz-ı müsliminin və səhət və şəfasinə səbəb olub xaliqdən rəhmət. Burada geridə cırılıblar bunlar, oxunmur, amma rəhmət və nəmənədən xeyri dua bülmək üçün. Zira ki bu elmi tibb şərif və şər'i ilm və şər elmidir və şər'i olacaqdır, şər'i elmidir. Cəmi ənbiya əleyhümə əssalam. Ənbiya əleyhüm gərək deyə, amma əleyhümə yazıb, yəni 2 nəfərə yazıbdır. Ərəbdə gərək əleyhüm yazılar, yəni cəmi ənbiya deyəndə əleyhüm gələr, əleyhümə gəlməz. Əleyhümə əssalam bu elmi ilə əməl etdilər. Hətta Musa həman, Musi Kəlimullah əleyhissalatu vəssalam zəhmət ariz oldu. Bəli, bu kitabı qabaqcan oxumuşuq. Ona görə bu kitabı oxumayacağam. Çünki bu kitabı mən bildim ki, bunu qabaqcan oxumuşuq. Bu birinci kitab. Bu fəqət indi bunun əgər tarixin, burada bir tarix yazmışdı. Bu nüsxə tarixini fəqət çıxarsaq, nüsxə tarixinə diqqət eləsək, indi 1447-ci ildir, yox, bundan çıxsaq 1082, 1082 olar 365 il öncə nüsxə tarixi 365 il öncə 365 il öncə. Tamam, bu da bu. İndi əcəba bu ChatGPT-dən sorduğumuzu, ChatGPT hardadır? ChatGPT-dən sorduğumuz sualı təzaşdan sorsaq desək, bunun Müstəfanın yerinə bu şeyxi değiştirsək, haradaydı bu şeyxin yerinə, tamam, desək bunu İbn Şərif qoysaq, sonunda götürək kitabın ən başında. Tamam. İbn Şərif adlı bir kişinin adı. Tamam. Görək ki, burada buna nə yazır? İhtimal verirəm ki, İbn Şərif daha öncə, ehtimal da çoxdur. Yəni %100 ehtimal deməyək, mütməinnəm ki, İbn Şərif öncələr bu kitabı yazıbdır. Bu şeyx rəhmətlik Mustafa İbni, elə bu da Hüseyn olacaqdır. Mən bunu Hüseynin götürüm, çünki Xuteyn nəzərə gələn yaxşı görünmür. Hüseyn Əl-Qadiri rəhmətlik bu kitabı, bəli, sorduğun kitab və müəllif haqda bilinən mühüm bilgilər var. Sənə qıssa və münəzzəm bir surətdə Osmanlıca, ərəb-türk əlifbası ilə yazıram. İbn Şərif və kitabı. İbn Şərif ismi kitabda üzərində İbn Şərif olaraq geçər. Osmanlı dövrəsinin İran tibb yazarlarındandır. Haqda biyoqrafı
bilgilər çox azdır, amma kitabisi ilə tanınır. Kitabın adı Yadigar-ı İbn Şərif. Bəzi nüsxələrdə Yadigar ya da Yadigar-ı Fittib deyə beləsi keçir. Yəni bu üç adla tanınır. Kitabın mahiyyəti türkcə, Osmanlıca yazılmış bir tibb kitabıdır. Elmiyyə və təlimi mahiyyətdədir. Bimarlıqları, əlac yolları, davalar, şərbətlər, məcunlar, qida və məzac bilgiləri. Qida o şey ki, biz farscada öyrəşmişik, farsdan bizə gəlibdir, qəza deyirik, qəza, yemək yəni. Ona ərəbdə qida deyirlər təqribən, türklər deyirlər, ona qida deyirlər. Bu da yazıb qida. Qida deyil, qıdadır, qı ilə yazılır. Hətta ğ ilə yazılsa dahi o bizim ərəb dediyinə yaxın olur. Kitab əvam və tibb öğrenciləri üçün yazılmışdır. Bu cəhətlə elmi ərəbcə tibb mütünlərini türkcəyə aktaran önəmli əsərlərdəndir. Yazılmış kitabın yazılmış olduğu tarix Nəhmi əsri hicri, Nohumi əsri hicri deyir beləsi. Yəni 890 ta 910 il arasında yazılıbdır. Pəs burada deyək ki, bu nüsxə yazaq, nüsxə tarixi imiş bəs üstəki. Nüsxə tarixi. Bu da indi deyək ki, yazının tarixi 890 hicri ilə 910 hicri arasında yazılmışdır. Tamam, onda neçə il olar? Yəni deyək ki, 890 ilə 810 20 il arası vardır. Deyək biz 900-də yazılıb. Yəni ortanı tutaq. Ortanı tutsaq, desək ki, bu kitab indi burada 1447-ci il deyək. Bundan çıxsaq 900-cü ili 547 il öncə bu kitab yazılmış olar. Bu kitab İbn Şərif Əli ilə 547 il öncə yazılmış olubdur. Tamam. Burada bunu tapdıq. Bu qədər bizi görər. Dönəmi Osmanlı dövlətinin örtə dövrəsi, orta olacaqdır ya da ertə əvvəlləri olmayacaq zahmən. Ehtimalən yazıb ehtimalullah. Bu birinci dəfədir görürüm ki, ehtimal ilə Allahı qatıb bir-birinə ehtimallə yazıbdır. Mən də elə kompüterdə yazanda özü təşdidi qoyur. Ehtimallə Sultan Bayezid Xan Sani ya öncəsi dönəmlərdə yazılıbdır. Bu dönəmdə türkcəyə elmi mütun yazma hərəkətinin qüvvətləndiyi bilinir. Yəni Bayezid Sani dövründə və ondan öncədən deyil, başlanıbdır, şey olsun. Tarixi önəmi də çoxdur. Osmanlı tibb dilinin təşkilində önəmlidir. Ərəbcə və fars tibbi terminolojisini türkcəyə uyğunlaşdıran erkən nümunələrdəndir. Birinci nümunələrdən yəni. Mədrəsələr və təbiban arasında qərnlərcə oxunmuşdur. Tamam, bu qədər məni görər. Gedək başqa bir kitab açaq, çünki bu kitabı dedik, oxumuşduq. Tibbi, mən bunun adını da deyişim, Tibni İbn Şərif, Tibbi İbn Şərif tarixini də qoyaq, deyək ki 900 dedi neçə ilə neçənin? 890 üzrəm. 890 la 910 illər arası yazılmış görünür. Tamam, bu da bu kitaba görə bir şey yazdıq ki, dahi özü bilək. Eşqnamə. Qabaqcan bir kitab oxumuşuq Eşqnamə deyə.
2-3 gün bundan öncə oxumuşuq, amma bu o nəzərə gələn deyil. Orada 2 dənə adı var, Sahibnamə ya Eşqnamə deyə o kitabın gördük, tanış olduq və nəzərə gələn bir xanım yazmışdı, nəzərə gələn. Amma gedək görək ki, bu Eşqnamə dediyi divandır, nədir, bu nədir? Yazıb burada bu PDF-də görünən 121 səhifədir, amma ikinci səhifəyə gedəndə görürük ki, kitabın hər PDF-in səhifəsində kitabdan 2 səhifə qoyub. Yəni bu kitabın 121 səhifəni gərək çarpaq 2-yə, deyək ki, 242 səhifə ilə qarşı-qarşıyayıq. Kitabın birinci səhifəsinə baxanda görürük ki, Şirazə cırılıbdır, cildi açıbdır. Əvvəldə görürük cildi qərə bir cildi var idi, görünən. İndi bu ikinci səhifəsində görürük ki, Kitab-ı Eşqnamə əsəri təlif Firiştəzadə. Firiştəzadə adında bir şəxs bunu eləyibdir. Burada da bir dənə nömrə yazıbdır. Əcəba nədir? Mrs. Temp-an 110. Bu da hər kəsdə bu Mrs. Temp-an belə bir adam ehtimalən bu kitabı alıbdır. Burada nəzərə gələn midatla yazılıb bu kitaba, yəni tazadır. Bu kitabı alan yazıb, yoxsa bir ayrısı alıbdır, bilmirik. Yenə aynı səhifədir, yoxsa başqa bir səhifədir, nəzərə gələn, bəli, başqa səhifədir. Çünki burada görürük ki, səhifəni aşırıbdır. Burada arxasında 3 dənə xətt vardır. Bu birisi səhifədə yenə kitabın adı Kitab-ı Eşqnamə əsəri təlif Firiştəzadə. Əsər təlif Firiştəzadə. ChatGPT-dən soruşduruq ki, əcəba sən bir kitab, bir yazarmı tanırsan ki, Eşqnamə adlı bir kitab yazmış olsun, yazarın adı da Firiştəzadə olsun. Görək ki, belə bir şey tanır ya tanımır. Bu sual çox gözəl və dəqiqdir. Bəli, bu adda bir yazar və bu adda bir kitab haqqında bilinən bilgi var. Amma bəzi nöqtalarda ehtiyatlı danışmaq lazımdır. Sənə açıqca və Osmanlıca, ərəb-türkcə əlifbası ilə yazıram. Firiştəzadə ya Firiştəzadə Firiştəzadə adı ilə tanınan yazar Osmanlı dönəmində yaşamış təsəvvüfi ədəbi bir şəxsidir. Biografi bilgiləri məhduddur. Amma təsəvvüf və eşq məfhumini mərkəzə alan əsərləri ilə yad edilir. Yəni, bunun çox yazısı var. Kitab-ı Eşqnamə türkcə, Osmanlıca yazılmışdır. Təsəvvüfi, irfani mühtəvaya sahibdir. Eşq məfhumi, eşq ilahi, saliki, məhşuq, fənai, visali, seyri, sülük üçün işlənibdir. Çündə, yəni bunlar üçündə işlənibdir. Əsər nəsr ilə amixdə mənzumi təlimi bir mətin olması mühtəməldir. Bu dönəmdə eşqnamələr ümumən bu tərzdə yazılırdı. Mən bu yazan oxuram da, hər halda bu da qələt yazır. Tarix və dönəm, yazılmış olduğu dönəm 9 ya 10-cu əsri hicri. Əsri də əlif ilə yazıbdır. Təqribən 900 hicri qəməri həvalisində, dövrəbərində, örtə Osmanlı dönəmi. Yenə də gedir o kitaba tərəf. Təsəvvüfi ədəbiyyatının türkcə genişlədiyi bir əslidir. Nüsxə və nisbət məsələsi mühüm qeyd. Bir nöqtanı açıqca söyləmək lazımdır. Eşqnamə adlı əsərlər çoxdur. Bəzi yazma nüsxələrdə yazar adı açıq yazılmamış ya da Firiştəzadə ləqəbi ilə yəni zikr edilmişdir. Bu səbəblə. Tamam, bunları ötürək geçsin.
Kitabın deyək ki, 4-cü səhifəsində Bismillahirrahmanirrahimin üstündə Haza kitab-ı eşqinamə min təlifi Firiştizadə qəddəsə sırruhul əziz deyə kitabın adı Eşqinamədir. Pəs bu ikinci kitabımız indi burada 2 yazaq ki, bəlli olsun bu ikinci kitabdır. Ad Eşqinamə. Yazar Firiştezadə. İndi bunun tarixini də burada bir tarix verdi 900 civarında. Yəni eyni qabaqçı kitab kimi. Amma biz bunu bir oxuyaq görək özümüz. Oxumamışdan öncə bu kitabın baxaq görək ki, kağız durumu necədir. Ortada diqqət eləsəz zahirən sirişom görsənir. Yəni ortadan biraz elə bir, əlbəttə dikili kitabdır. Yəni iplə, sapla, iplə yox. Sapla tikilibdir. Amma biz onu görmürük. Bəli, nəzərə gələn burada bilmirəm nədən isə ortasında kirli görsənir. İstədiyim kəsafət, amma kirli görsənir. Bu kir burası olduğu üçün bu ola bilər 2-3 dəlildən olsun. Amma əsli şey ki, mənim zehnimə gəlir, budur ki, bura sirişom vurublar. O sirişom qopubdur, o qalır orada. Kitabın görürük ki, 3 tərəfində, yazının 3 tərəfində, başında, aşağısında və kitabın eşik tərəfində boş yer qoyub yazı üçün. Çox sadə, dövrəsinə çərçivəzad çəkməyibdir, tərsibzad olmayıbdır, sadəcə yazı yazılıbdır. Bəzi yazıların üstündə, başının üstündə qırmızı xət çəkiblər, onu hədis olduğun, Quran ayəsi olduğun, ərəbi söz olduğun, ya bir ayrı məsələni üstünə xət çəkməklə onu önəmli olduğunu göstərmək və onu mətnindən ayırmaq, üstünə təkid eləmək anlamına gəlir. O birisi səhifələrdə aynı davam edir. Burada əlbəttə görürük ki, ədədlər də gəlir ortaya. Bu ədədlər nədir? Onları gəlib baxarıq, görürük nədir? Onları oxuyarıq. Bəzi kəlmələri qırmızı yazıbdır, ədədləri qırmızı yazıbdır. Bunları görürük burada. Kitab çox xoş xətt ilə yazılıbdır. Niyə ki, bunu suda əlhəmdülillah keçməyib. İçəriyə burada görsənir ki, əgər diqqət eləsəz 14-cü səhifədə o sapla ki, kitab tikilibdir, o sap görsənir. Kitab tikilən sap görsənir. Ağ və çox da gözəl qalıb əslində. Çox gözəl bir xətt ilə yazılıbdır. Bu xətti mən çox rahat oxuram. Yəni, bunun oxumasında inanmıram bir problemə, bir müşkilə, bir çətinliyə rastlaşam. Urcağıma çətinlik çıxmaz. Amma ən önəmli çətinlik bunun içində olan uzmanlıq sözləri olacaqdır ki, mən türkcədə təhsilat almadığım üçün, kitab oxumadığım üçün, türk kimi yaşamadığımız üçün təəssüflə bu kəlmələrin çoxunu anlamayacağam. Yəni, təxəssüsü olan kəlmələrin çoxunu anlamayacağam. Çünki onlarda mənim bir zehnimdə, beynimdə bir şey yoxdur. Farsça olsaydı, bəlkə daha rahat tapardım. Kitabın sürətini çoxaldıram. Bu kitabı sürətlə vərəq vururam ki, gedək axirə və qeydaq tızışdan kitabı oxuyaq. Kitabın axirində bir şey yazıbdır, calibdir. Bunu gördüm. Gedək yap axirinə baxaq. Yap axirində bir də qeydibdir. Birinci səfənin əhsini qoyubdur. Bismillahirrahmanirrahimi qoyubdur. O bir şeydir. Burada səfəni biraz çox göstərir. Cildi görürük üstündə. Qərə bir cildi varmış ki, çox da ki, çox işlədirəm cümləri nədən isə. Qərə bir cildi var. Bu cildin işlənməyi görünür. Çox zərər çəkibdir, cırılıbdır. Ehtimalən gön deyil ona görə, ya da gön də olsa hər halda bir şey olubdur. O birisi səhifələrdə görürük. Kitabın axir səhifəsinə gəldik. Bura baxaq, çünki burada mən bir tarix gördüm və bunu sonra oxuyacaq səfənin hamısı. Amma indi fəqət tarixini oxuram. Təmmətül kitab əl-ilahi əl-fəzli ilahiyyül fəzl. Təmmətül kitab ilahiyyül fəzl bi eşqnamə əzzə fəzləhu və kəlmətə və la ilahə qeyruhu və sallallahu əla. Burada bir şey
əla. Burada bir şey silinibdir. Belə olmaz yəni. Aha, davamı beləsidir. Gətiribdir bunu bir müsəlləs, qırmızı xətlə bir müsəlləs çəkibdir, sonra bunun qıraqlarını yazıb. Tamam. Deyir ki, təmmətil kitabil ilahiyyil fəzli bi eşqnamə əzzə fəzli və kələmətun və la ilahə qeyruhu və sallallahu əla seyyidina Muhammedin və alihi əcməin min 215. Burada bir tarix vurubdur, görək bu nə mənədir. Hurr və حرر هذا الكتاب السنبلی فیسا من ید عبید الله دره حرر هذا الكتاب من ید عبید الله. Bunu yazan, təhrir eləyən. Yazaq, mən təhrir yazım, çünki nəzərimə gəlir təhrir, yəni yazarçı. Yazarı da burada yazım. Amma görək nə mənə. Gədi Übeydullah dərə əs-Sünbüli. Dərə əl-Sünbüli fi sakini xangah Bəzcizadə. Xangahi, məsələn olacaq, xıd yoxdur. Xangahi Bəzcizadə Mühyi Əfəndi der İsküdar. Mühyi Əfəndidir. Allah Allah. Burada çox şey olur. Hangisi olacaq bunu? Ehtimalən bunu yazar olmayacaq. Təhrir yazan olmayacaqdır. Ehtimal verirəm ki, bunu nüsxəçi olacaqdır. Nüsxəçi ehtimalən bunu 1200 tarix yazaq. 1215 Hicri qəməri. Əlbəttə burada 12 də yazıbdır. O nə mənədir onu bilmirəm. Yədi Abdullahi dərə əs-Sünbüli fi sakini xangahi Bərcizadə Mühyi Əfəndidir İsküdar. Ehtimalən bu da Üsküdarda yaşayan bir Mühyi Əfəndi. Burada adlar qatışdı. Kim kimdir, kim yazardı filan, bunu baş tapmadıq. Gedək kitabın əvvəlinə. Sonra gəlib oranı oxuyacağıq. Hər halda görəcəyik nə mənədir. Haza kitab-ı eşqnamə min təlifi Firiştezadə. Yazan budur, tərif budur, o hörrür edir. Təlif, o adam ki, sözləri bir yeriyə qızışıbdır, ona deyirlər müəllif. Təlif də ki, yəni toplayıbdır. Toplanışlıq, toplantı Firiştezadə rəhmətlik eləyibdir. Allah Teala rəhmət eləsin, ruhu şad olsun. O adam ki, axırda 2-3 nəfərin adını oxuduq. Übeydullahi dərə əs-Sünbülü. O da Üsküdarda yaşır, ya harda yaşır, onu bilmirik. Bu şey olacaq, nüsxəçi olacaqdır. Tamam, o da nüsxənin tarixi olacaqdır. Amma burada oxuyaq. Bismillahirrahmanirrahim. Elhamdü Rabbil alemin. Allah yoxdur burada. Elhamdü Rabbil alemin və salatu və selamu alə məzhəri zatil əhədiyyə Muhammedin və alihi Hazreti Əhədiyyətə həmd etməklə. Burada bə'dzat demədi. Elə ki, işlədi. Ələ məzhəri zatil əhədiyyə Muhammed və alihi Hazreti Əhədiyyət həmd etməkdən sonra və Rəsul Həzrətinə səlam etməkdən sonra məlum və məfrusum oldu. Məfrusum bilmirəm bu məfhum oldu. Tamam, o bunu oxudum. Biraz bunu kiçildim. Yəni çox yekə olubdu. Kəlmələri ayırıram. Hurufu bir-birindən ayırmayayım. Məlum və məfhum oldu ki, bu elmi lədünni İslamda mötəqidlər iki cürə elm var. Bir insanlar ki toplumdan öyrəşirlər.
təcrübə ilə yaşam getdikcə nörcəşirlər. Beyinləri dolur, ağıl sahibi olurlar. Bir də onlar üçün nənədən doğanda elmi sahibidirlər. Toplumdan almırlar. Ona deyirlər lədünni, öz yanından. Lədünni, öz yanından. Bu elmi lədünniyə Farsi lisanı üzərə idi və bəd az an Rum mülkündə Farsi lisanı bilənlər qəlilidir. Bəzi ixvan əhli məşrəbdən ki qəddi ələm qəd əlmə kullun nasi məşrəbəhum, belə bir əgər bu olmasaydı, qırmızını görməsəydim, elə bunu farsı, türkü oxumağa çalışacaqdım. Amma sonra gördüm ki, bu qırmızı üstündə çəkildi, o üçün ərəbi olacaq. Qəlilidir. Bəzi ixvan əhli məşrəbdən ki, qəd əlimə kullun nasu məşrəbəhum, şöylə təmənna etdilər ki, bu elmi lədünniyeyi, ilahiyeyi ki, elmi təvilidir, türk lisanına gələ və dəxi vazihül bəyan olə. Bəd az anlar ki dərxastlərini icabət etdi, Fəqir Əbdülməcid Firiştezadə adı gəldi. Harada idi? Fəqir Əbdülməcid. Dərxastlərin icabət etdi, Fəqir Əbdülməcid Firiştezadə İzzəddin. İzzəddin də bunun dədəsinin İzzəddini də burada yazaq. İzzəddin. İzzəddin əsləhəllah şənəhu və cəalə qeyrəhu xeyrən min ihsanihi və lütfihi və fəzlihi Həzrət-i Risalət Hicrətinin, tarixi də yazdı. Həzrət-i Risalət Hicrətinin 833 yılında Şəvval ayında bu risaləyi yazdı. Tamam. Tarixi yazdı. Yazı tarixi. Pəs bu nüsxə tarixidir. Nüsxə tarixi bu üstəkidir. İndi yazı tarixi. Dedi neçə? 833. 833-i Hicrətdə bu kitab yazıldı. Yəni neçə il qabaq? İndi buna bir baxaq. Bu kitab neçə il qabaq yazdığını çıxadaq. Deyir ki, indi 1447-ci ildir. Bundan əgər çıxsaq 833 çıxsaq 614 il öncə bu kitab yazılıbdır. 614 il öncə bu kitab, adın kamil burada yazaq. Əbdülməcid Firiştezadə İzzəddin. Əli ilə yazılmışdır. Tamam. Bunu da saldıq parantezin arasında ki, dəqiq bəlli eləyək bu kitab 614 il öncə yazılıbdır. Bəs bir dana türk dilində indi bir kitabla qarşı-qarşıya, yox ki, özü içəridə özün yazanı müəllif tanıtdırır. Ondan sonra da hangi ildə yazıbdır, onu da tanıtdırır. Bir də burasını oxuyaq. Fəqir Əbdülməcid Firiştezadə İzzəddin əsləhəllahu şə'nəhu və cəalə qeyrəhu xeyrən min ihsanihi və lütfihi və fəzlihi Həzrət-i Risalət Hicrətinin 833 yılında Şəvval ayında bu risaləyi yazdı və bu risalenin ismini Eşqnamə qoydu həman. Ta ki məşrəbi saf olənlər, kitabın adı Eşqnamədir. Saf olənlər bu risalədən əzim mənfəətlər bulələr və dəxi təqlidat zülmaniyeyi cəhliyyədən xəlas bulələr. Təqlidinə müxalif imiş türklərdə. Nədən isə yavaş-yavaş sonra bu gəlib giribdir, özəlliklə şiənin içinə cüzvi yaşam tərzi olubdur.
təqlidat zulmaniyyə cəhliyyədən xilas bulələr ki, əl-cəhlu əqrəbu iləl-küfri min bəyazil eyni ilə səvadha. Çox əcib bir ərəbcə sözdür. İndi əcəba hədisdir, yoxsa hədis deyil, ona bilmirəm. Deyir ki, əl-cəhlu əqrəbu iləl-küfr, cəhl kafirliğə yaxınraqdır. Nədən yaxınraqdır? Əl-bəyazul eyni ilə səvadha. Gözün ağı ilə qərəsinin yaxınlığından yaxındır. Bəs beləsi, əgər istəyək bunu türkcəyə çevirək, belə olar. Cəhl ilə küfr gözün ağı ilə qarasından daha bir-birinə yaxındır. Bunun türkcəsidir. Allah Allah, çox əcib mənalı bir şeydir. Və bir yerdə dəxi, bir ayrı yerdə də bir ayrı hədis yəni var. O da deyir ki, məttəxəzəllahu vəliyyən cahilən. Allah cahil adamı vəli eyləməz. Cahillərdən vəli çıxmaz. Vəli əvvəldə dost adınadır. Sonra gedibdir vilayət anlamında, yəni böyüklük anlamında, başçı anlamında, lider anlamında, lider deməyək, lider şeydir, latincədir. Deyək ki, öncül anlamında, önlü anlamında işlənibdir. Bələdçi anlamında işlənibdir. İkisi dəxi hədisidir. Bu hər iki söz ki oxuduq deyir hədisdir. Nəfsilərini müşahidə qılarlar ki, bəlil insanu əla nəfsihi bəsirətun hasil olə. Bəlkə insanu əla nəfsihi bəsirətun. Bəlkə insan öz canına, ruhun görə, anlaya, düşünə. Bəsirə yəni görər. Hasil ola və əşhədəthum əla ənfusihim daxi. Dahi əşhədəthum, onlar şəhadət verələr öz canlarına. İnanarlar ki, mənim içimdə nə keçir, mən nə cür görürəm, nə cür düşünürəm. Hasil ola, ənfusihim daxi hasil ola. Hər kəsi ki, bu risaləyinin elmini və qanunini zəbt eləyə, hər kəsi zəbt eləmək, yəni yazığa saxlaya və çox-çox mütaliə eləyə, əlbəttə o kişiyə məlum ola ki, həşr-ü nəşr etdüci və sirat و میزان و اعمال بنی آدم میزانه vəzn olmaq ki, əl-vəznu yevmə izin əl-haqq. Hədis gətirir, deyir ki, hər kəs bu kitabı neçə dəfə oxuyandan sonra bu kitabla həşr-ü nəşr, yəni bu kitabla otura dura, bunu yaşaya. Bu kitabı həşr-ü nəşr əslində, məsələn, biz necə ki uşağıq, dədənənəmizlə çox həşr-ü nəşr edirik, yoldaşlarımızla çox həşr-ü nəşr edirik, müəllimlərlə mədrəsədə çox həşr-ü nəşr edirik. Elə ki evlənirik əhləyalımızla, xanımımızla, uşaqlarımızla həşr-ü nəşr edirik. Dədədən yavaş-yavaş qırılıq. Bəzən çox dostlardan qırılırıq. Mən məsələn özəlliklə dostlardan çox qırılmışam. Mənə məsələn bir zaman çox dostum, dost iki cürə olur da, bilirsiniz. Əslində dost çox azdır. Dost deyə biləcək insan çox-çox azdır. Dost odur ki, qardaşdan irəli ola. Malından, canından sizin üçün müzayiqə eləməyə. Siz də onun üçün. Bunda olur dost. Qardaş bir qarından gəlmişik. Yəni çox şeylərin üstündə, həmin malın üstündə bir-birimizlə savaşa bilərik. Bir də dostlar iş səbəbinə bir iddə ilə çox gəl gedirik, deyirik və dostuq. Dost deyilik, onlarla rəqibiq. Onlarla əməkdaşıq. Bir müddətdən sonra biraz üstünniyyət olur. O hüsniyyəti dostluqla iştibat tutmamaq gərəkir. Çünki iş kəsiləndə ya mənafəətlər fərqli olanda, məsələn, istəyirlər işdən salalar eşiyə, hankımızı salalar eşiyə, təbii ki, hər kəs istəyəcək işi üstə qalsın, o birisi çıxsın eşiyə.
Yəni dostluq orada bilinəcək. Amma dost o cür deyil. Dost çox vaxt savaşa girəndə, əgər bir savaşa girirsə, qabağa keçər ki, o dostu salim qalsın. Dostla ərz elədim. Əməkdaşı mən özüm şəxsən deyirəm. Mən özüm məsələn Təbrizdə, Tehranda jurnalistdə, yəni xəbərnigar olanda bir iddə insanlarla gəlgədimiz olurdu, salam əleyk elirdik, deyirdik. Mən deyirdim, dostumdular. Sonra gördüm ki, bunlar məmurdular, idarə ittilatın məmurlarıdılar. Ya məsələn, Tehranda o zaman ki, qaçdım gizlənəm, məni gizlədənlər sonralar, çox sonralar bildim ki, bunlar idarə ittilatın məmurları imişlər. Məni gizlədirmişlər. Hətta çalışırmışlar mənə pərvəndə düzəsinlər. Amma mən onları o zaman dost fərz edirdim. Çünki adam bəzən belə xətalara düşə bilir. Təcrübədən keçəsən, bunları öyrəşmək üçün bizim də indi məsələn milli hərəkət dediyimizdə təəssüflə milli hərəkətin əsli o ki çox təsiri vardı. O dostlardılar ki, idarə ittilat, sipah pasdaran, bəsic, nə bilim, o birisi şeylər qoyublar bizim içimizdə, yaradıblar. Bunların bəzisi hüquq alır, qətlən hüquq alanı çoxdur, amma bir çoxu da elə, məsələn, məndən eşidir, yaxud mən idarə ittilatın məmuruyam, məndən eşidir, yayır. Mənə etimadı var, yayır. Bunlar dost deyirlər, bunlar. Mən dəfələrcə demişəm, yenə də burada da deyirəm bir şərədə. Bizim Türk olaraq İranda siyasi gücümüz, iqtisadi gücümüz, ordusal, əskəri gücümüz yoxdur. Bizim gücümüz çox zəifdir. Çox zəifdir. Yəni, məsələn, Misi Süngün ki, Kirmana gedir, küllə Azərbaycanın sərvətini yıxsaz o sərvətli adamlar ki, deyirik, Misi Süngündən biraz o üzbüyüz olar. İsfahanın yüzlərcə fabrikası, karxanası vardı ki, Azərbaycanı qoyar cibinə hamımız. Yəni, olar. Fəqət İsfahandakı, qala hələ Tehrandakı, orada burada Simnan, Yaz, Kaşan, Şiraz, nə bilim, Qum filan, bunlarda olan farsların sərvətlərindən danışmırıq. Orduda da yoxumuzdur gücümüz. Bizim değişim yaratmaq gücümüz yoxdur. Çünki təşkilatımız da yoxdur. Biz içəridə təşkilatlanmağımızla düşmən qoymur təşkilatlaşaq. Onun üçün də biz təşkilatlaşa bilmirik. Təşkilatlaşmayan bir insan 100 min nəfər, 1 milyon nəfər çıxsa xiyabana etiraza, 100 dana əskər onları dağıdar. Çünki bu təşkilatlı deyil. O 1 milyon təşkilatsızdır. 1 milyon hər kəsən özün qorur, amma o 10 əskər, o 100 əskər, onlar birdirlər. Hamısı bir adam kimi hərəkət edirlər. Amma bu 1 milyon adam kimi hər kəsən öz zərərindən qaçmaq üçün, öz mənfəətini qorumaq üçün hərəkət edir. Onun üçün bizim İranda bir değişim yaratmaq gücümüz çox azdır. Çox azdır. Elitlər deyəndə, yəni deyək ki, dövlət işində olanlarımız, müdürlərimiz, ittilatda, sipah pasdaranda, nə bilim, bəsicdə, idarələrdə, müdürlərdən, bunlardan danışıram, yuxarı səviyyədə. Mühəndislər, döktürlər, hüquqçular, siyasətçilər, məclisdə nümayəndələr, şura şəhərlər, bunlar ki, elit hesab olurlar, pul sahibləri, yaxçı pul sahibləri, yəni demirəm ki, farscan pulları var, amma yaxçı pul sahibləri, bunlar bizim elitimiz hesab olur. Amma bunlar da %90'ı Azərbaycan hərəkatının yanında deyirlər, Azərbaycan hərəkatına pul xərcləmirlər. %10'u bəlkə Azərbaycan hərəkatının yanında olarlar, bəlkə də azdan çoxdan orada burada bir pul xərclərlər. Ya bir köməklik elərlər. Amma çox azdır. Mən hətta %10 da düşünmürəm onların içində ola Azərbaycançı və Azərbaycan millətin mənafiyin Fars mənafiyinə üstün görə bilən adam görmürəm. Tərif edirəm də, görürsünüz burada tərif edirəm ki, yəni kimə deyirəm ki, Azərbaycancıdır. O ki, Azərbaycan türkünün ya İranda yaşayan türklərin mənafiyin farslardan üstün tutar. Və onun üçün də çalışa.
orduda çalışa, siyasətdə çalışa, məclisdə çalışa, dövlətdə çalışa, nə bilim, idarələrdə çalışa, qanunları dəyişdirməyə çalışa falan, bu mən görmürəm. Mən görmürəm. Onun üçün biz əgər İranda bir dəyişim yarada bilməyəcəyik, öz gücümüzlə ki, yoxuq və təşkilatlı deyilik, aleyküm səlam aleyküm, xoş gördük. Nə etməliyik? Biz düşmənimiz, yəni farslar və düşmənimizin düşmənləri ki, bizə dost olur, müstəqim yox, qeyri-müstəqim, İsrail, Amerika, Avropa, ərəb məmləkətlər, bunlar bizə müstəqim yox, qeyri-müstəqim dost olurlar. Çünki İranın dağılmağı ilə hamısı müvafiqdir. Çünki İran ərəblərə təkbətək Kuveytə də, İmarata da, Qətərə də, nə bilim, Ərəbistana da, Kuveytə də, Libiyədə, Sudana da, hər yerə zərəli var. Suriyə hər yerə zərəli olduğu üçün, hər yerə xətəri olduğu üçün hamısı istər ki, İran dağıla bir kiçik bir yerə çevrilə. Bizim də bu gücümüz olmadığı üçün İranı təhcanımıza dağıdaq. İranda və düşmənlərimiz, yəni farsların iştibahları və yaratdıqları mövqeyiyyətlərdən, ha belə düşmənlərimizin düşməni, yəni farsların düşmənləri yaratdığı mövqedən istifadə eləyib İran dövlətini yıxmalıyıq. Onlar ki, o günlərdə, yəni məsələn, Yaşıl Hərəkatı deyək, nə bilim, Zəncindəki Azadi, nə bilim, o 12 gündə, ya bu son zamanlardakı Dey ayının hərəkatında dedilər, oturun, çıxmayın eşiyə, ay pəhləvicələr, ay nə olar, ay nə olar. Bunların %99-u müstəqim məmur ya da məmurların əli ixtiyarındadılar. Yəni, bunlar xaindirlər. Və bu açıqlıqda deyirəm, hər kəs də məndən narahat olur olsun. Çünki bizim əlimizə fürsət düşəndə onlar bizə deyirlər, oturun, çıxmayın. Pəhləvicələr, nə bilim, mücahidcələr, nə bilim, fars elə olar, fars belə olar. Biz iki yolumuz var. Ya çıxacağıq xiyabana dövləti yıxacağıq, dövlətimizi qıracağıq. Biz dövlətimizi quraq, pəhləvi gəlsin, hər yerdə ona dövlət verirlər, geçsin, eləsin, bizə nə rəbti var? Mücahidlər gəlirlər, hər yerdə olurlar olsun. Biz dövlətimizi quraq, dövlətimizi qurub ordumuzu quraq. Ordumuzu qırıb dünyadan istəyək bizi tanısınlar. Heç olmasa Türk məmləkətlərində deyək bizi tanıyın, bizə silah verin, bizə yanımıza dəlir. Məsələn, bunu biz eləyək, ya gələrlər, ya gəlməzlər, amma biz dövlətimizi qurarıq. Bu, bir saat da olsa bizim dövlətimiz olar. Bir saat da olsa. Və bizim balalarımız gələn 100 illərdə bizə iftixar elərlər ki, bunlar çalışdılar, canlarını qoydular, bir saat dövlət saxladılar. Amma yox, cəsarət xərcə veririk, qorxmarıq, qalarıq, savaşarıq, dövlətimizi saxlarıq. Dövlətimizi Qibres, Türk Qibres 50 neçə ildir dövlətdir. Dünyada tanımasın. Mühüm budur ki, o dövlətin saxlayıbdır. Və bu günləri inkişaf eləmiş dövlətlərdən biridir Türk dünyasında. Türk dünyasını tanımasın. Bir dənə məmləkət onu tanısa, himayət eləsə yetərlidir. Hətta eləməsə də yetərlidir. Yəni gələr deyir ki, tamam məmləkətlər sizi tanıyır, siz dövlət, siz özünüzü dünyaya təhmil eləyə bilsəz eləmisiniz, eləyə bilməsəz eləməmisiniz. Amma onlar ki, bizə deyirlər evdə oturun, çıxmayın, yaxşı, biz evdə otururuq. İran dövlətdə yıxılmır. Çünki biz evdə oturanda 30-40 milyon adamıq, evdə otururuq, çıxmırıq. İran dövlətinin ordusu əvəzin ki, bu 30-40 milyonun üstünə gələ, gedir, onları yatırdır da, biz də yatırmışıq özümüz. Onları da yatırdı, biz də yatırdı. Biz onlar yatmamışdan yatmışıq. Onları yatırtmamışdan, onlar savaşırlar, biz yatmışıq. Biz İran dövləti bizə nə verdi? Bizim dilimiz rəsmi oldu. Bizim İqtisadımız gücləndi, bizim dilimiz gücləndi, bizim tariximizin üstü açıldı, bizə haqq verdilər, musiqimiz olsun, sinemamız olsun, siyasətimiz olsun, radio televizyonumuz olsun, bankımız olsun. Nə məniyə bizə icazə veriblər bu? Keçən Yaşıl Hərəkatından bu günə, onlar ki bizə deyiblər, evdən çıxmayın, eşiyə bizi qorxudublar, çıxmayın, bunlar bizə nə veriblər? Məncə heç zat verməyiblər. Heç biraz da əldən vermişik. Onun üçün, mənim nəzərimə, hər fürsətdə buna deyirlər şeydə, indi əgər yadıma düşsə, fürsətçilik. Biz özümüz fürsət yaradanmırıq, fürsətçilikdən istifadə edirik. O zaman ki, İran qatışılır, eşikdən ya içəridən qatışılır, onda bizim əlimizə fürsət gəlir ki, dövlətimizi quraq. Təhcə bizim imkanımız o zamandır. Yoxsa biz beləsi qalsaq, 500 ildə beləsi qalsaq, dövlət quranmarıq. Ümidimiz bu olar ki, bir gün bir xarici dövlət gələcək, ya İranda bir değişik olacaq, farslar bizə deyəcəklər, gəlin, hökumət sizin olsun.
Məcə dəlidirlər mənfəətlərin əllərindən verələr. Hansı dəli görmüsüz ki, gələ məsələn deyə ki, mən ağzımdakı çörəyi verirəm, sən ye. Mən ac qalım ölüm. Tamam. Kitabımıza, qeydaq kitabımızı oxuyaq, görək nə deyir. Həşr nəşr etdiyi və sirat mizan və əmal bəni Adəm mizanə vəzn olmaq ki, əl-vəznu yevmə iznil haqq. Bu da Qurandan bir ayə gətirir ki, bu gün, yəni qiyamət günündə əmalı xainlərlə xadimləri seçiləcək dünyada. O günləri bizim üzümüz açılacaqdır. Yəni bu günləri bəlkə indi ömür çatmaya biz görək ki, kim məmurdur bizi biləsi saxlayır. Kimlər pul alırlar bizə belə deyirlər hərəkət eləməyin. Amma qiyamət günündə üstü açılacaqdır. Biz qiyamətə mötəqid olanlar belə düşünürük. Siz qiyamətə mötəqid deyilsiniz, düşünməyin. Amma bəlkə o qiyaməti bu gündə biz qura bilərik bir gün. Bəlkə. Və dəxi haqqı Teala qazi olmaq, bəzi yüzlər qəra olmaq və bəzi yüzlər ağ olmaq nedir ki, məlum ola və az ruyi təvil yevmə təbəyyəzə və vücuhu və təsəvvədə vücuhun. Bir o qiyamət günündə bir üzlər qara olacaqdı günahdan, biri də nəinki üzlərin rəngi dəyişəcək, yox ha, deyəcəklər, ağa sən xiyanət elədin Azərbaycan Türk millətinə. Onun xəyanəti üzündə görünəcəkdir. O qaralıq oradan ki, xainsən, xainin üzü ki, məsələn mənim rəngim desələr, mən məsələn sabit ola ki, xainəm. Üzümün rəngi qara olmayacaqdır ki, amma o xəyanət möhrün ki, üstümə düşəcəkdir, mən biləcəyəm, hamı biləcək xəyanətəm, mən o xəyanət möhrünü daşıyacağam. Ağ olma nədir ki, məlum ola və az ruyi təvil yevmə təbəyyəz vücuhum və təsəvvəd vücuhum. Bəzi üzlər ağaracaq, bəzi üzlər qaralacaq və dəxi kəndüyü Muhammed Rasulullahın elmi altında müşahidə edə, ələmi altında, ələm, bayraq, elminə bərabər yazılır. Ələmi altında müşahidə edə və ələmi həqiqətlə bilmək və elmi həqiqətlə bilmək və İsa əleyhissalam əsmaidən inmək, yəni göyə gedibdir, asmandan əlbəttə cərəfini oxuyam, asmandan inmək və 33 yaşına gəlmək və dabbətül ərz xuruc etmək. Dabbətül ərz də bir tane heyvan, dabbə məmulən heyvana deyirlər, yerdən bir heyvanlar çıxacaq, hala nə mənədir bilmirəm. Görək dabbətül ərz nə deməkdir, bunu burada yazaq. Dabbətül ərz nə deməkdir? Görək bunu gətirsin bizə. Osmanlıca və ərəbi mütünlərdə bu təbirin mənisi və istimalı belədir. Dabbə, yerdə hərəkət edən canlı heyvan mənisinə gəlir. Ərz yerdir. Dabbətül ərz, yer dabbəsi, yerdən çıxan canlı. Mən də bunu dedim. Daha gedir Qurandan gətirir, mətn gətirir ki, beləsi deyibdir. Tamam, biz bunu və dabbətül ərz xuruc etmək və hərəm yeri yarılmaq və aftab məğribdən doğmaq, şərqdən günəş şərqdən doğur, batıda batır, qərbidə batır. Deyir ki, tərsi olacaqdır, qərbidən doğacaqdır, şərqidə batacaqdır. Məğribdən, yəni onda dünya tərsə dönəcəkdir. Yəni deyək ki, yerə bir şey dəyəcək, bu yer şürəsinə bir şey dəyəcək, o birisi kürələrdən biri dəyəcək buna. Bu ki, məsələn, sağdan sola fırlanır, indi soldan sağa fırlanacaq, məsələn. O, beləsi bir fərziyyə gəlir ortaya. Əlbəttə ki, onda insan qalmayacaq. Çünki əgər bu yer o sürətlə birdən doğurlar, insanların hamısı ölər. Deyirsə, yəni birdən-birə deyirsə, təbii ki, bu kürə gərək çox belə əzim bir hadisə ilə üzbəyiz ola. Dağlar, həm özü dağlar, həm də içində olanlar zəlzələ olmaz. Yəni, zəlzələnin 1000 qatı olar. Bomba atomların milyon qatları olar. Adam qalmaz onun əsərində, adam qalmaz. Və hərəm yeri yarılmaq və aftab məğribdən doğmaq və qiyamət cümə günü zuhur etmək,
hala nədən bunu təşxis veriblər bilmək olmur və asimandan duxan gəlmək, duxan tüstü, asimandan duxan gəlmək, dediyim kimi bəlkə bir şey partlaya. Far təqib yevmi sani fərtəqəbə yevmun tə'ti əsma'u bi duxanun mübin və 8 üçmək qapıları və 8 üçmək qapıları. Bu üçmək burada behişt anlamında işlənir, amma orada yəni türk dilində üçmək behişt anlamında deyil, yer anlamında deyil. Allahın yanı, ruhların toplandığı yer. Rahatlıq, sükunət və 8 üçmək qapıları açmaq və cəhənnəm dibində su kərdəsi bitmək, su kürəsi ehtimalən kərdə, su kərrəsi, kürrəsi də ola bilər, kürrəsi bitmək və mevt boğazlanmaq, mevt ölü, boğazlanmaq ölümün ölməsi, ölüm öləcəkdir yəni. Və mevt boğazlanmaq ondan sonra həyat cavidan. Bəli, o da su kərdəsi. Su kərdəsi. Çünki R burada görürəm ki, hər yerdə dal kimi yazıbdır. Cavidan bulmaq və dəxi qiyamət günündə ol sağ açmaq. Ol sağ açmaq və cəmi aləm səcdiyə dəvət olunmaq və xəlaik səcdədən imtina etmək və səcdə etməməkləri üçün məzəllət lahiq olmaq və dəxi ol sağıyi səcdə etməyənlər o sağəyə, sağə o göyərəntə hər nədir? Məsələn, buğdadır ehtimalən. Bir də qeysaq biraz arxadan ol sağ açmaq, o sağ həman sağə, o sağ o buğda, hər nə mənə. O sağ açmaq və cəmi aləm səcdəyə dəvət olunmaq, o sağa və xəlaik səcdədən imtina etmək və səcdə etmək və səcdə etməməkləri üçün məzəllətə lahiq olmaq və dəxi ol sağı səcdə etməyənlər haqq cəmalini müşahidə etməmək yevmə yəkşifu ənsaqin və yəd'unə ilə sücudi fəla yəstəti'unə xaşiətən bəsarhum əbsarhum tərhəquhum zillət və zəllət və qəd kanu yəd'unə ilə sücudi və hum salimun və dəxi haqq cəmalini cümə günü görmək və o cümənin üzün 1000 yıl uzun, yəni cümənin uzunluğu, cümənin üzün 1000 yıl olmaq və didar haqq cümə günü əsr vaxtında görünmək və dəxi Qur'an-ı Əzim Adəm surətində görünmək. Qur'an özdə bir adam şəklində gələcəkdir. Niyə? Adam məsələn dünyada çox da daha şeydir, belə matahdır. Müməssilil Qur'an əla surətur rəculin. Kim deyib bunu bilmirək, deyir ki, Qur'an adam şəklində gələcəkdir ortaya. Və Dəccal əur qəbmək əvər və Dəccal əvər. Əvər zahirən gələk gözü kəc. Beləsi olacaq. Görürük, əvər nə deməkdir? Bunu da bir buradan soruşaq. Əvər. Mənim savadıma görə əvər şey olacaqdır. Bir gözü kör ya da gözlərində biri naqis olan. Tamam, həman əvər. Bir gözlü əslində. Və Dəccal əvər qəpmək və bir gözlü olmaq və sağ gözü kör olmaq və yüzü yekpare olmaq. Yüzü yekpare yəni burunzat yoxdur ehtimalən. Bilmirəm nə deməkdir. Və yüzü yekpare, yəni bunlar təxəyyüldür da. Bunlar heç birisi vaqiiyyətdən deyil. Təxəyyülatdır və təxəyyül gücüdür. Çox önəmlidir. O cəhətdən təxəyyül eləmək çox önəmlidir. Və yüzü yekpare olmaq bu cümleyi məzkurat nedir ki bu elmi ilahinin qanunlarını zəbt edən kişiyə məlum ola. Arzuyi təbili
arzuyi ta'vil ve dahi hakkı Teala olşiye rahmet etsin ki bu eşknameye namahreme vermeye ki sahibi ta'vil izzehu fazlehu buyurmuştur ki beyt همچو منصور از انالحق دم مزن پیش نامحرم دم از محرم نزن و her kişi ki bunu namahreme verse Hakkı Teala'nın lənəti onun üzerine olsun. Zira ki Hazreti Resul-i Ekrem sallallahu aleyhisselam buyurdu ki La ta'tul hikmete ila gayri ahliha fetezlemuha ve la temna'uha an ahliha tezlimuha. Hazreti Muhammed'den belə bir söz var ki, hikməti, düşüncəni naəhl əlinə verməyin ki, insanların əleyhinə işlədər. Bunu mən özümdən dedim ha. Və əhlin əlindən də kəsməyin ki, onlar məhrum qalarlar o hikmətdən. Əgər naməhrəmə versə, zalim olur o naməhrəm. Əla lənətullah əla qavmis zalimin. Əgər bu məzkuratın sirrini və təvilini bilməsə, məhsus fikr etsə, qabil hiss, maddi, məhsus fikr etsə, ol kişi ənvar qeybi müşahidəsindən müflis və məhrum olur və dünya əhli olur və axirət ana haram olur. Haram burada haram yazacaqdı, haram olubdu. Haram olur və ma lehu fil axirəti min nasibin ad-dünya haramun ala ahlil axirəti vel axirətu haramun ala ahlid dünya və huma haramatun ala ahlillahi teala. Burada haram yazıbdı. Hər halda mən də haram oxumağa məcbur oldum, yəni. Nə deməkdir bilmədim. Əl-babul əvvəli fil eşq vəl məhəbbət. Eşq və məhəbbət nədir? Bismillahirrahmanirrahim. Alif lam ra. Tilke ayatul kitabul mübin. İnna enzelnahu Qur'anen Arabiyyen leallekum ta'qilun. Nahnu nequssu aleyke ahsenul qisas bima uhayna ileyk hazel Qur'an ve in kuntu min qablihi limanil ghafilin iz qala Yusuf li abihi ya abati inni ra'aytu ahada ashara kawkaban wash-shamsa wal-qamara ra'aytahum li sajidin qala ya bunayya la taqsus ru'yaka ala ikhwatika fayakidu laka kaydan aziman inneş-şeytane lil-insani aduwwun mubin ve kezalike güçtebake rabbuke ve yuallimuke min ta'vili el-ahadis hadakallahu tariqel haqqi ve's-sevab ey talib esrar ilahi ve haqaiq namütenahi. Yusuf qissəsinin əvvəlindəki kəlməyi alif, lam, ra, bu qissə burada nağıl deyil, ha, o Suriyə işarə edir. Yusuf deyir ki, alif, lam, ra. Yusuf qissənin əvvəlindəki kəlməyi alif, lam, radır. Hurufi müqəttəədir. Kinayətdir. 14 kəlmədən əvvəl 14 kəlmədən düzəlib deyir. Yəni əvvəllərini götürüb bu 14 kəlmənin. 14 kəlmədən əvvəl əl-ra sirrini bilmək gərək. Alif lam re deyir, bunun əvvəlcə sirrini bilmək gərək. 14 kəlmədən, yəni kinayətdir 14 kəlmədən. Əvvəl alif lam ra sirrini bilmək gərək. Bə'də Yusufun hüsnünü və Züleyxanın hüsnünü və cəmalini bilmək gərək. Ey aşiq sadiq 17 rəkət salati Hazret 17 ey aşiq sadiq 17 rəkət salat hasr ya hazr 17 hurufi müqəttəə ədədincədir. 17 rükət namaz 17 ədəd müqəttəəcəndir.
Əl-ra onları sayır. Quranda gələn o 17 hərfi. Mən bunu bir neçə gün bundan qabaq düşünürdüm, amma yadımdan çıxıb bunu axtarış edirəm. İstirdim düşünüm, görüm ki, Quranda bu huruf-i müqəttəə neçə danadır, hansılardır, əlifbadan hansılarıdır və bunlardan hansı kəlmələri yazmaq olar. İstirdim ki, bunu elə burada da soruşum bunu. Quranda gələn huruf-i müqəttəə hansılardırlar? Onlarla hansı ərəbcə sözcükləri yazmaq ehtimalı var? Bunu deyim, elə burada axtarsın, biz də gedək işimizi görək. Çünki mən bunu neçə gün bundan qabaq düşünürdüm, indi burada görürəm yazıbdır ki, 17-dir. 17 huruf-i müqəttəə ədədincədir ki, əl-ra, kaf, heyn, ye, eyn, sad, ta, dəstəli t, sin, dəndənəli sin, həsən, hey, mim, qaf, nun, bunlar. Və dəxi 11 rəkət səlati səfər, 11 hurufi mütəşabihat. Quranda deyir 11 dənə də hərf mütəşabih vardır ki, 11 dənə namaz rükətlər ki, səfərdə namazın sayı gəlir 11-ə yenir. 4 rükətlər olur, 2 rükətlər onların üzü ilə deyir. 3 rükət də 3 rükət qalır. Salat-ı səfər 11 hurufi mütəşabihat ədədincədir ki, B, T, 3 nöqtəli S, Cim, X, R, Z, Z, dal Z. Dal Z, R, Z, sin, şin, üzrəm, sin yoxdur. Şin, zad, dəstəsiz zad, z. Dəstəli T, qeyn, 38. Üstdə neçə dana demişdi? 17. İndi burada o 38-i yazıb ona görə deyirəm, ha? İndi burada deyir ki, bunlar da huruf-i mütəşabihat 38. O rəkət olur. Deyir, bunlar hamısı oldu 38. 17 ilə 11 oldu neçə? 38 olmaz ki. Rəkət olur. 28. Aha, bağışlayın. 38 bu huruf olacaqdır. Rəkət olur 28. Kəlmə müqabilində və dəxi 17 rəkət sələvati həzri və 15 rəkət sələvati cümə ki 32 rəkət olur. 32 kəlmi ilahi ədədincə 32 rəkət sələvati salat içində 32 kərə səb-i səmani ki Fatihətül Kitabdır. Oxumaq gərəkdir ki, Züleyxanın vəcihində xətti üstüva ilə qəmərinin 14 gecəsi gibi layih və tabandır. Ol Züleyxa vəcihindən 28 və 32 sətir ilahi oqi ki ümmül kitabıdır və vəsi və səb-il məsanidir. Bəd az an Yusuf hüsnünə və həddinə və xalinə mütəvəccih ol ki ta aşıq həqiqi ilahi olasın və dəxi Həbibullahidən ənə əmləhu xəttən bəni eşit vəxti ki Yusuf qissəsinin əvvəlindəki əlif lam ra sirrinə ərişməzsən Yusufun və Züleyxanın cəmalinə və xütutilərinə ərişməzsən ki bu eşqnamə mühri əlif lam ra'dır. Mühri əlif lam ra'dır. Və nəhnu nəqussə əleyki əhsənül qisəs ayətin iləykəl hazəl Qur'an. Burada bir şeylər damcılayıbdır suyun üstünə. Məsələn, deyək ki, ya çaydır, ya qandır. Belə bir şey damcılayıbdır bura. Meyvə suyu da ola bilər. Qan deyil qətən, çünki qan daha çox qırmızı olar. Və deyək ki, qan olubdur, sıxsalar da bunun dövrəsi belə olmaz. Ona görə bu elə bir damcıdır, düşübdür, hər nəymiş. Elə damcı modelində də qalıb quruyubdur. Hazəl Qur'an və in kuntu min qəblihi ləminəl qafilin əl-ra kitabıdan. Tamam.
Getdi dedim təxəssüsiyə və mən təxəssüsdə mütəəssifanə bilmirəm. Bilmədiyim üçün bunu elə burada qoyuram, gedirəm. Tamam, gedim. Məsələn, bu kitabın hər 50 səhifəsindən bir səhifə, 2 səhifə oxuyayım ki, burada gəlirik 49, 50-yə gəldik. Tamam. Əl-Bab-ı Sani Əşər, 12-ci bab. Bunun bablarını oxuyacaqdım. Mən gedim bunun bablarına bir baş vurum. Yəni, heyfdir. Bunu heç olmasa... Düzdür, bunlar oxuyamadıq, amma bu Əl-Bab-ı Sani, Əl-Bab-ı Əvvəl zat hardadır? Elə bab-ı əvvəl buradan başlayır. Biz də bunu görməmişik. Fil eşqi və məhəbbət oradan demişdi da, bəli. Da fehristini gətirməyib. Elə biz gedək o 50-ci səhifədə bab-ı neydi ona? Bab-ı əs-salisi əşər 13. Fi keyfiyyəti ümmətin vəsətən Bismillahirrahmanirrahim. Ümməti vəsət. Nə ifrat, nə təfrit. Orta. İslam cəlibdir. İslamda bu ümməti vəsət olmaq çox önəmli bir məsələdir. Yəni, ifrat eləməyin, təfrit eləməyin. Hər şeydə ortanı tutun. Bismillahirrahmanirrahim. Və kəzalikə cəalnakum ümmətən vəsətən litəkunu şühədəən ələnnasi və yəkunur rəsulü əleykum şəhidən. Burada çox cəlib bir ayə gətirdi. O da budur ki, deyir, Allah Quranda belə buyurur, Allahın tərəfindən Həzrət Muhammed belə buyurur ki, kəzalikə cəalnakum ümmətən, beləliklə Allah sizi bir ümmət elədi. Vəsətən, orta bir ümmət. Litəkunu şühədəən əlnas, ta tamam millətlərə, insanlara siz şahid olasınız. Yəni, nə demək? Şühəda ələnnas, yəni tamam insanlar sizi görsünlər, sizə üzənsinlər. Bunlar nə cəlibdir, biz də bunlara bənzəyik. Və yəkunur rəsul əleykum şəhid. Və siz də kimə bənzəməlisiniz? Rəsula bənzəməlisiniz. Həzrət Rəsuldan danışır. Ey talib, əsrar-ı ilahi və həqaiq namütənahi, bəlkə haqqı Teala ümməti Muhammədə vəsət dedi. Vəsət iki məniyə gəlir. Biri həya mənasına və bir dəxi orta mənasına gəlir ki, ərzi Kəbədir, məqami vəti Adəmdir. Ümmət vəsət olduğu oldur ki, anın sirrinə erişdi. Adəmin vəsi xəlqətində vəsət vaqi olmuşdur. Və dəxi cəmi mövcudatın xətti üstüvasi sirrinə bu ümmət erişdi. Şöyle ki, Resulullah saçını iki pare eylədi. Dədəm İbrahim sünnətdir. Dedim, İbrahim sünnətdir, dedi. Ol iki oldu, reynün olduğunun, ol iki olduğunun sırrını bu ümmət bildi. Pəs ümmət vəsət oldu və dəxi cəmi heyvanatın üstüvası sırrına bu ümmət ərişdi və dəxi məcmu-i danələrin xilqəti xətti üstüfa üzərinə məxluqdur ki, innəllâhə faliqul həbbi və nəvy bu ümmət erişmişdir. Pəs ümmət vəsət ola şöyle ki, cəmi əşyanın xilqəti kəndən xilqətindəndir. Kafilənin arasında məxluqudur. Şöyle ki, baş kitabəti xətti üstüva üzərinə iki pare oldu. Qafilə-i nun arasından iki kibrik yuqarı iki kibrik aşağı. Qafilə-i nun arasındadır iki. Dəxi arizləri
Qafile nun arasından iki dahi şaribin, qafile nun arasında iki dahi dodaq, qafile nun arasında bu cümleyi mən münşak olduğu kelimeyi kün arasındaki Adem'in vəcsində 32 sətir, 32 nütq müqabilində zahir oldu. Buğday danesi münşak olmuştur, nebatın vərəqləri münşakdır ki, səbəb 32 kəlmənin zuhuridir. İnnes semavate vel ardı kânet ritqan ففتقناهما و سبحان الذی خلق الازواج كلها که اشیا و حیوانات و نباتات و نبات کلمه künden vücud bulmuşlardır ki innema emruhu iza arada şey'en en yegule lehu kun feyekun mecmu eşyanın hattı ustuvası üzerine geçsek biri hattı kaf mukabilindedir, biri hattı nun mukabilindedir, bila ziyade ve bila nuksan. Şöyle ki kısmet edesen gafile-i nun ilmi ola kelimeyi kün kelimeyi hakkı menşei cemi'idir. Şöyle ki gafile-i nun iki kelimedendir. Her biri kendi zatında 32 kelime mütezemmindir ki kendi zatında 32 kelimeye bir kelime der. Her biri kendi zatında 32 kelime mütezemmindir. Pes kendi zatında 32 kelime bir kelime ola. Her sıfat ki bir kelimede mevcut ola bir kelimede dahi hemen ol sıfat ola. Mesela baş kitabeti iki kelimenin alemidir. Hiç ilmiye tefavut yoktur. Hiç alemiye tefavut yoktur. Ta 32 xat tamam olunca ki ma tera fil halqir rahman min tefavütin pes ümmet vesat eşyanın hattı ustuvası üzerine geçip kitabet ilahi ve nami ilahi ve namütenahi bilen ümmet vesat oldu ve kezalike cealnakum ümmeten vesaten şöyle ki Turiyette yani Turiyette gelmiştir ki ve dahi Kur'an ki Kelamullah'da bir zerre habru vermiştir, bir zerre haber vermiştir ki ya Musa ve rahmeti vus'at kulle şeyin feseaktubha lillezine yettegûne ve yu'tûne zekâte vellezîne hum be âyâtina yu'minûn Qur'anehu rahmeten yu'minûne Qur'anehu rahmet dedi Hakkı Teala ve kad ci'na bi kitabin fesselna ala ilmin huden ve rahmeten li kavmin yu'minun. Pes Kur'an rahmettir. Hakkı Teala Musa peygambere etti. Benim rahmetim cemi eşyaya erişmiştir ve hem xilqət cəhətdəndir ki kelime-i künden mahlukudur. Her şey kafile nun arasından mahluk olmuştur ve hem cemi eşya hakkın ve kelime bu kelamın mezheri olmuştur ki rahmeti vus'at kulli şeyin feseaktubha lillezine yettekûn külle eşyaya erişmiştir yani tez ola rahmeti ki külle eşyaya erişmiştir ol kimselere yazım ki takva eyler ve dahi Hakkı Teala eyder ki ya Musa bir Resul gelse gerek ki ümmi ola ve kelime-i ümmül kitabiden haber vere ve hem ümmül Kur'aden gope ona tabiiler olalar dinde bu rahmeti ki külle eşyaya erişmiştir. Tamam burada 4 səhifə təqribən 50-ci səhifədən oxuduq ki 100-cü səhifədən görək ki nə qədər oxuya bilirik. Bunu qeydək görək dalda bir şey var. Bunun arxa səfəsində oradan ne? Burada 94'ten oxuyaq. Çünki əl-xamisu və l-işrun, əl-bab-ı xamisu və işrundan başlayır. Kəlmənin, yəni heç olmasa
Mətnin əvvəlindən başlayaq ki, daha çox da anlamamış getməyək. Fi zaman Əl-Babül xamisi və işrun fi zamani əl-Məhdi Bismillahirrahmanirrahim İza bələğəz zaman əla hurufi Bismillah fəl-Məhdi qamən. Ey talib əsrar ilahi, əgər bir kişi sual etsə ki, zamanı hurufa erişmək nə mənidir, desə cavab ver ki, cəmi qurumun və şuhurun, qurum ehtimalən qarnilər olacaqdır, bilmirəm dəqiq nəmədir. Cəmi qurumun və şuhurun, burada şəhrilər, yəni aylar. Və sənin yəni illər. Sən əslən həm dişə deyilir, həm də ilə deyilir. Sənə də ki, oradan gəlir da. Sənin əsli 7 günü ilə 7 gecə və hər gün və hər gecə 24 saatdır. 7 kəz 24, 6 kəz 28 saat olur. Burada cəlib bir söz dedi. Cəmlədi, dedi ki, 7 kəz 24, 6 kəz üzr istəyirəm. Hər gün və hər gecə 24 saatdir. 7 kəz 24, 6 kəz 28 saat olur. Bəd az an cəmi məxluqat 6 cəhat içində məhduddur. 6 cəhat deyəndə biz 4-ün çox əslində bilirik. Deyirik şimal, cənub, şərq, qərb. Amma bir dənə də başımızın üstü var, bir dənə də ayağımızın altı var. Bu da var. Yəni ona da deyə bilirik aşağı, yuxarı. Cəmi məxluqat 6 cəhat içində məhdududur. Tilkə hududullah oldur. İndi 6 kəz 28 təqsim 6 cəhata pəs yəmindən 28 saat 28 kəlmə Mühəmmədiyyə müqabilində oldu ki, vətsillahdür. Yəsaridən və dəxi 28 saat 28 kəlmə-i Mühəmmədiyyə müqabilindədir ki, vətullahüdür. Və kəzalikəl baqi əynəmə tüvəllu fəsəmmə vətullah sirri budur. Və ləqəd atəynə səbən minəl məsani vəl-Qur'anil əzim sirri budur. Ey talib əsrar-ı ilahi, bil ki zaman hurufə erişmək bu sirlərin və bu bəyanlərin zuhurindən kinayətdir. Əl-Babü sadisi vəl-işrun, bu da 26-cı bab. Fi həqiqətil yevmilləzi yəxrucul məhdi Bismillahirrahmanirrahim yəkunun nas ində xuruci əla din xurujin əla dini vahidin və əla milletin vahidin və yevmə izin əhləl kitabi la yu'minunə bihi qəblə mutihi. Əgər sual etsə ki, mən indəhu elmül kitabdən etsələr ki, Muhammed Sadiq əleyhisselam etdi ki, çün İsa gələ məcmu ədyan və milləl bir din və bir millət və bir məzhəb olə dedi və dəxi cəmi əhl-i kitab ona iman gətirə dedi. İndi əhl-i kitab bir kimsədən ibarətdir ki, kütüb-i asmaniyə etiqad etmiş olə. Pəs bu mənilər necə ola və dəxi tevhiddə və ma'rifətullahdə və xilqət əşyada ixtilafat necə mürtəfə olə və dəxi necə qəfudən gələ cavab oldur ki, xilqət Adəmdən ki, xələqallah Adəmə əla surətihi və külli Adəm oğlənləri bir həqiqət üzərinə. Oğlanlar diqqət buyursaz, qızlar demir. Oğlan burada sözü eyni kişi kimidir, adam kimidir. Yəni Adəmdən gələn insanlar, qızlar və oğlanlar və qızlar. Burada oğlan sözün ad olaraq insanın Həzrəti Adəmdən gələn evladların hamısına deyir.
Küll Adəm oğlanları bir həqiqət üzərinədir və dəxi Adəmin təzim və əzəməti üzərinə və dəxi Adəmin məscudiyyəti üzərinə və dəxi Adəmin mələklərə təzim təzim əsma etdiyinə və dəxi Adəm və Həvva ata və ana olduğuna cəmi əhl-i kitab bu məcmuəyə qaildir və məcmuə xuy və adat və məlbus və mə'kul Adəm vəsfidir və dəxi məcmuə lüğatun əsli bil ittifaq Adəm lüğətidir. Hər kimsə ki, burada lüğat mənzur dildir və dəxi məcmuə lüğatun əsli bil ittifaq Adəm lüğətidir. Hər kimsə ki cənnətə girə Adəm surətində girə ki tolə sütuni tuğluhu ehtimalan sütuni ziraen fissemai ne için 60 arş dedi. Arş arşın ölçü vahididir. Bu batı dünyasında ölçü memleketten memlekete fərq edir. Bəzi yerdə metridir, bəzi yerdə arşındır. Bəzi yerdə fit deyirlər, bəzi yerdə inç deyirlər. Fərqlidir, böyük kiçikliyinə baxır, amma bizdə arşın orta idi. Nə çox uzun idi, nə çox kiçik idi. Kiçiyi də var əlbəttə, amma biz onu işlədirdik. Yəni mütəəssifanə indi düşmənin şeyinə getdiyimizin işğalına getdiyimiz üçün tamamilə ölçü sistemimizi aparmışıq. Düşmən ölçü sisteminə getmişik. Özümüzü qurtarmışıq. O halda ki, düşmənin özü, yəni bu Məsihiyyət dünyasının içində ölçülər çox fərqlidir. Bəzi yerdə kilo ilə ölçürlər, bəzi yerdə pound ilə ölçürlər, bəzi yerdə ayrı bir şeylərlə ölçürlər. Amma biz və vəznləri fərqlidir. Məsələn, pound 400 neçə qramdır, 453 qramdır, neçədir? Məsələn, bizdə girvənkiyə yaxındır. Bizdə girvənkə dediyimiz bu pounda yaxındır. Ya bunlar bir-birinə yaxındırlar. Amma yarım kilo deyəndə 500 qrəmə gəlir və burada 500 qrəm hələ Kanadada yerinə düşmür. Bundan burada ki, mən bildiyim 2000 illərdən Kanadada dəstur gəlibdir ki, çevirsinlər kiloa, hala hər yerdə pondla satılır. Çünki bu insanlar buna adət ediblər, bunu ötürmürlər. Bizlərdə bu rahatdır, biz dədənələrimizi çox tez ötürürük, çünki bizi atomizə eləyiblər. Bizi dədəmizdən, nənəmizdən, bacıdan, qardaşdan, famildən, eldən, obadan, tayfadan qırıblar. Onun üçün məsələn mən qızılbaşam, amma bilmirəm, qızılbaşları tanımıram. İlgimiz yoxdur. Qızılbaşlıq üzünə bir-birimizin yaxın gəlmirik. Bu nədir? Bu İranda yaratdığı atomizədir. Yəni hər kəsən tək olubdur, qırılıbdır. Heç kəsinlə orqanik bağı yoxdur. Amma məsələn bu Amerikada siz gəlin, deyir ki, məsələn Kanadanı deyim, Amerikanı deyim, dədənənələrinə burada iftixar edirlər. Mənim 10-cu dədəm Ləndəndən gəlib məsələn. O birisi deyir mənim ki İspaniyadan gəlib, o birisi deyir mənim ki Portuqaldan gəlib, o birisi deyir mənim ki məsələn 4 dədəm qabaq Çindən gəlib məsələn. Və onların xatirələrini saxlayırlar, onları yaşadırlar, onları özlərin bağlı bilirlər. Oradan Çinə bağlanır, oradan İspaniyaya bağlanır, oradan nə bilim Fransaya bağlanır, oradan İngilistana bağlanır, oradan Rusiyaya bağlanır, Almana bağlanır. Bizlər isə məsələn fori özümüzü inkar edirik. Həm vətəndə, həm vətəndən çıxandan sonra. Tamam, bu da 2-3 səfədə buradan oxuduq ki, 150-ci səhifəyə bir baxaq, görək ki, 150-ci səfəsi yoxdur. Bunun 121-də qutarır. Mən də gedim bunun 100 görüm ki, əcəba burada bu son səhifədir, bu kitabın son səhifəsidir. Mən bunu bir 2 səhifədə gəlim biraz qabağa, görüm ki, əgər bunun əvvəlini tapsaq, əvvəli tapılmadığı üçün qeydim gedim axirdən 2 səfə, 3 səfə buradan oxuyaq və bugünkü kitabı da. An üçün ki 6 kəz 60 oldu ki, hər mövcud xudavənd 6 cəhətdir fəəfhəmə ey çillənişin 40 gün 40 gecə xəlvətdə oturursun be hükm və ətməmnaha be əşrin ki Musa dedi سلاسین لیل و
ətməmnaha bi əşri tamam ola, yəni 30 gün, bir də 10 gündə, yəni 40 oradan gəlir. Həzrəti Musa gedir, deyir, gedirəm dağa Allahı görəm, dağılmayın. Deyir 30 gün çəkəcək, amma gedir 40 günə gəlir. 30 gün sonra da deyir Allah 10 gündə dedi qal, izafi qal. Ona görə 40 çillə deyiblər ona. Dedi سلاسین لیلتن و اتممناها به عشر تمام اوله و دخی خمرتی تینتی آدم بیدی خمرت تینت آدم بیدی احتمالا بلسی بیش olacaq 40 صباحا دون الیهی دون ایله 40 صباحا دون ایله gün 24 saatdir. Dün ilə gün, dünəndən bu gün. Dün ilə gün 24 saatdir. Çehil şaban ruz 16 kez 28 və 16 kez 32 saat olur. Çehil şaban ruz 16 kez 28 və 16 kez 32 saat olur. Bəd az an 2'dan 2 yere bölür. 2'dan 16'ya bölür. Bir 16 28 saatlik 16 olur. Bir 16 32 saatlik olur. 4 saat fərqi vardır. Bəd az an zamanı təqsimindən və kəndi vəchünün qismindən var və bil və cəmi əşya qismətinə var və bil məhv ol anın zatində və sifatində və dəxi fələkül buruc o cüyün şəms 60 özüsəm o cüyün 60'dır. O cüyün 60'dır. Bir sitarə var ki Nəsr-i Tayirdirlər. Nəsr-i Tayir deyərlər. Hər 30 üstə də 30 olur. 300 A. Və dəxi fərəcil buruc 360'dır. Fərəcil buruc 360 dərəcənidir deyə. Bir sitarə var ki Nəsr-i Tayir dərlər. Hər 30.000 yılda bir borcu qət edər. Pəs 360 yılda 12 borc seyir eylər. Hər birinin yılın qismət eylə 28 və 32'dir. Həmçün leyl-u nəhar əhsəynahu fi əyyamin mübin. Məsələn 1000 ədəd 19 kən 32 və 14 kən 28 olur və səlam. Əgər sail sual eyləsə ki Həzrət Risalət əleyhissalam nə üçün bəyanə həqiqət etmədi və etdi bə'səti li bəyan şəriəti li bəyani la bəyan həqiqə desə cavab oldu ki çün Rəsul əleyhissalam axır zaman peyğəmbəri idi və ondan sonra heç vəc ilə dəxi peyğəmbər gəlməsə gərək idi və xəbər vermişdi ki bəndən sonra benim ümmətim 73 firqə ola 72'si əhl-i cəhənnəm ola və yüzləri qərə ola və dəccal ləşkərindən ola və əvər ola. Əvər yenə dediyimiz gözü şey ola. İlla firqi vahidi əhl-i cənnət və yüzləri ağ ola və məhdi ləşkəri ola dedi. Təfərrəqu ümməti əla sələsətin və səb'inə fərqəti kulluhum finnari illa əhlü səvadi əl-əzəm. İndi səvad-ı əzəm səvad-ı vəchi Adəmdir və dəxi Həzrət Risalət əleyhissalam buyurmuşdur ki benim ümmətim benim risalətimə şəhid ola qol ilə şəhid ola qoli ilə ol kimsə ola ki mən indəhu ilmül kitab ola yəqul əvvəluhu yəqulullezine kəfəru ələstu mürsələn qul kəfa billahi şəhidən beyni və beynəkum və min indəhu ilmül kitab hər gah ol şəhid gələ şəhadət edə bi şübhə benim ilmimə varis ol ola
و دخی benim ilmim حقایقini ol şehid Xuda zahir eyləyə və məcmui xəlaiqə roşən olə ki, ol şəhid oldur ki, Allahi qətindən gəlmişdir elmi Xuda ilə və dəxi firqeyi naci ol bilür bir vəcs ilə dəxi oldur ki, min indəhu elmül kitab gələcək neçə xəlaiq talib əsrar ilahi olalar və bilələr və ərişələr və xudaşinas olalar və la yuhitun bi şey'in min ilmihi illa bima şa'a zalika fazlullahi yu'tihi men yeşa'u vallahu zul fazlil azim falola fazlullahi aleykum ve rahmetuhu lahammet taifetun minhum en yazilluka ve ma yazilluna illa enfusahum ve ma yazirrunaka min şey'in ve enzelallahu aleykumul hikmete ve allemeke ما لم تكن تعلم وكان فضل الله عليك ورحمة ولئن لنذهبن الذي أوحينا إليك ثم لا تجد به علينا وكيلا إلا رحمة من ربك إن فضله كان عليك كبيرا وتمت كلمة ربك صدقا وعدلا لا تبدل لكلماته الحمد لله الذي هدانا لهذا و ما كنا لنهدي لولا ان هدانا الله تمت الكتاب الهی الفضل به عشق نامه عز فضله و کلمت و لا اله غیره و صلی الله علی سیدنا محمد و آله 1215 səni 1215 bir dənə də dal 12 yazıbdır. Və derahullahu min yedi harr hazal kitab min yedi Abdullah dere از سنبلی fi sakini خانگاهی بزجیزاده خانگاه yazıbdı. Bəzcizadə Mühyi Əfəndidir Üsküdar. Tamam. Bugün iki kitabla tanış olduq. Beyin mühəndisliyinə qarşı əski kitablar, əski türkçə kitablar ya türkçə əski kitablar proqramının 292-ci bölümün burada qurtarmağa gedirik. İki kitab başladıq oxuyaq. Birinci tibb idişi dedik üst-üstə bunun yazanı. O adam ki yazıbdı adı İbn Şərifdir. Bunun kamil adı nə idi? Kamil adını necə tapsaq özü adım demişdi bunun. İbn Şərif Allah Allah. İbn Şərif elə bu həddə bir yazmışam. İbn Şərifdir 547 il bundan qabaq yazıbdı. Amma bu nüsxə ki biz gördük, bu nüsxəni qabaqcanda oxumuşduq. Yəni bu kitabı qabaqcanda oxumuşduq. Ehtimalən bu nüsxə deyildi. Bir ayrı nüsxəni oxumuşduq. O nüsxədə yazan adı Şeyx Mustafa İbn Hüseyn Əl-Qadiridir və o bunu 1082-də yazıbdı. Amma bu kitabın özü 890 ilə 910 il arasında yazılıb ki, biz 900'ü tutduq, yəni 547 il öncə. İkinci kitab ki, başladıq oxumağa, adı Eşqnamədir və Quranın rəmzləri haqqında danışır. İstər dünyanı hurufi müqəttəə və huruf üzərinə, məktəb-i hurufiyyə üzərinə istir dünyanın gedişatın, gələcəyin vəziyyətin araşdırsın və açsın. O da bir baxışdır. Yəni dedik, təxəyyül çox güc, beyin təxəyyülü hər şeyi yarada bilər və hər şeyi tövzih eləməyə çalışar. Bu da bir yoldur, çalışıblar dünyanı hurufla, ərəbi hurufu ilə açıqlayırlar. Ad Eşqnamə, kitabın adı Eşqnamədir. Yazar Firiştəzadə Əbdülməcid Firiştəzadə İzzəddindir. Nüsxəçi Übeydullah Dərə Əs-Sünbilidir. Tarixi ki, nüsxə yazılıbdır, 1215-də yazılıbdır bu nüsxə. Amma əsl yazı 833-də yazılıbdır. Yəni 614 il qabaq bu kitab yazılıbdır. Əbdülməcid Firiştəzadə İzzəddin Əli ilə yazılmışdır. 614 il bundan
öncə. Allaha min mərtəbə şükür ki, bu günləri bizə yaşamaq fürsəti verdi. Bunun yanında bu imkanı bizə verdi. Türk dünyasının yaratdığı Türk dilində və yazı təməddünündə 2 dana türklərin yaratdığı təməddünün 2 qolundan daha tanış olaq. Biri tibb dilidir. Tibb haqqında tibb təməddünü ya tibb uyğarlığını türklər yaradıblar ya təkmil eləyiblər. O zamanda onun haqqında bir kitabın tanış olduq. İkincisi isə İrfan və Qur'anın dərin anlaması haqqında Hurufiyyə məktəbi ilə tanış olduq. O da bir ayrı məktəbdir, düşüncə anlayış məzhəbidir. Yəni aynı kitabı hər kəsin oxuyur, amma hərə bir cür anlır. Burada da bir anlayışla, bir düşüncə ilə tanış olduq ki, Qur'anın yazıların və dünyanı başqa cürə anlamağa çalışır və anlatmağa çalışır. Bu fərqlidir. Yəni bu da bir fərziyyədir. Yəni Big Bang bir fərziyyədir, bu da bir fərziyyədir. Amma biz öz fərziyyələrimizi küçümsürük. Tarixsel olaraq heç olmasa bilməliyik ki, bizim belə bir dədələrimizin belə bir fərziyyəsi var imiş. Məsələn, biz bilirik ki, Yunanlılar deyirmişlər ki, bir öküz var, öküzün buynuzunun üstündə yer kürəsi durub, orada məsələn, orada durubdur. Məsələn, bunu bilirik, bu qədər bir şeyi bilirik, amma burada bizim dədələrimiz, türk dədələrimiz gəliblər dünyada bir düşüncə qoyublar. Hər şeyi ədədlə istəyirlər, riyazi kimi, mühasibə ilə istəyirlər, sabit edirlər ki, belə deyil, elədir. Ya elə deyil, belədir. Amma biz bunları məsələn görmürük. Biz bu düşüncələrimizə qeysək, görək ki, bizim tənəbbümüz çoxdur. Çox biz dünyanı danışmaq üçün, anlaşmaq üçün, tanımaq üçün, görmək üçün çoxlu yollar gedib dədələrimiz. Amma biz bu gün onların hamısından əli boşuq. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün bir başqa uyğarlıqlarla tanış olmaq arzusu ilə sizə Allaha tapşırıram. Sağ qalın, hələlik.